Rəsulov ilə söhbətə xoş gəldiniz əziz dostlar. Evlənmələrin sayı çox azalır, boşanmaların sayı çoxalır. Təfəkkür dəyişilir, psixologiya dəyişilir. Bir insan eyni anda iki nəfəri sevə bilər. Hissiz, sevgisiz həyatı yaşamaq istəmirəm. Evlənəndən sonra sən onu dəyişəcəksən. İlk dəfədə ki, başa düşürəm ki, sən həmişə səmimi olmusan, mən isə həmişə narazı olmuşam. İndiki ağlım o vaxt olsaydı, Bu natamamlıq kompleksinin əlamətidir. heç kimdə günah tapmayasınız. Bəli, heç kəsi günahlandırmayasınız. Rəsulov ilə söhbətə xoş gəldiniz əziz dostlar. Deməli, bugünkü mövzumuzda yenə də çox aktual mövzuya toxunmuşuq. Evlənmələrin sayı çox azalır, boşanmaların sayı çoxalır. Yəni nədən bunlar baş verir? Ümumiyyətlə bir çoxlarımızın belə deyək də ailə söhbətləri daha çox olur. Nədən bu irəli gəlir? Əsas səbəb nədir? Bu və digər suallarımızın cavabını bu gün qonağım həkim, psixiatr, psixoterapevt Kənan Rəhimov cavablandıracaq. Xoş gəlmisiniz Kənan bəy. Xoş gördünüz izləyicilər. Deməli, statistikaya əsasən evlənənlərin sayı azalır, doktor. Bəli. Boşanmaların sayı çoxalır. Nədən irəli gəlir? Əsas səbəb nədir? Vacib suallardan biridir. Cəmiyyətimizdə çox ciddi bir dəyişikliklər baş verir. Doğrudan da təfəkkür dəyişilir, psixologiya dəyişilir. Əvvəllər insanlar əgər ailə qurmağı sağ qalmaq üçün əsas motivləri qoyurdu ki, sağ qalaq, döyüşə bilək, yəni maddi imkanları toplayaq. İndi isə ailə qurmağın prioriteti artıq daha çox sevgi duyğusu yaşamaqdır. Ona görə aşiq olmaq, sevmək, xoşbəxt olmaq motivi daha çoxdur. Və nəticədə əvvəlki hallarda nəyin çatmır ki, evin var, eşiyin var və s. deyəndə, indi həmənki iradları söyləyəndə qarşı tərəf deyə bilər ki, sevgim yoxdur. Sevgi məni qane etmir. Və təbii ki, bu tarazlıqda da əsas biz başa düşəndə ki, ailə qurmaq məqsədi dəyişilibdir. Bax, bünövrə olaraq cəmiyyət hər yerdə, demək olar ki, bunu hər yerdə eyni statistikanı görmək olar. Bizdə Azərbaycanda da bu yeni bir tərzdə özünü göstərir. Çünki axı sevgi üzərində ailə qurub və sevgi yaşamayan xanımlar bir qədər daha çoxluq təşkil edir. Və ona görə də boşanmaların inisiatoru deyirlər. Yəni ki, boşanmaya cəhd göstərən, birinci təklif edən insanlar arasında qadınların sayı çoxalır. Əvvəllər insanlar ailə qururdu ki, maddi cəhətdən öz fizioloji tələbatlarını ödəyə biləcəyi bir ocaq olsun. Yəni sağ qalmaq motivi idi daha çox. İndi sağ qalmaq motivi deyil. Yəni sevgi olmasa da, amma sağ qala bilirsə, bir-birimizi təmin edə biliriksə, ehtiyaclarını ödəyə biliriksə, birgə bu həyatı dözə bilirik. Hətta siz fikir versəz, bizdən öncəki nəslin əsas şüarı nə idi? Bu qışı da bir təhər yaşayaq keçək, sağ qalsaq, qismət olsa, inşallah gələn il nəsə eləyərik. Amma indi elə demirlər. Mən artıq dözə bilmirəm, mən artıq bu cür sakit həyatı, bu cür hissiz, sevgisiz həyatı yaşamaq istəmirəm deyirlər. Və yaxud da elə psixoloji travma yaşayıram. Mən səninlə psixoloji travma yaşayıram. Psixoloji travma sözünü indi dəbə gətirməkləri də əslində qalsa psixoloqların heç bir rolu yoxdur. Bu daha çox psixoloji travma adı ilə şüar yaradıblar deyən. Reallıqda psixoloji travma İnsanın hansısa bir ehtiyacı ödənilmədiyi şəkildə ona qarşı yanaşmasıdır. Yəni insan özü qərar verir ki, bu mənim üçün travmadır yoxsa yox. Eyni hadisə biri üçün travmadır, digərisi üçün o sevinç hadisəsidir. Misal üçün belə sadə bir misal gətirə bilərəm. Bir otağa girirsiniz, orada kimsə birdən belə üstünüzə qışqırır ki, baxla qapını, çıx. İnsan çıxanda deyir, elə qışqırdı ki, qorxdum, əməlli başdı. Baxın, fikri budur. Elə qışqırdı ki, qorxdum, əməlli başdı. O hadisə bitəndən sonra 3-5 dəqiqədən sonra qorxu yoxdur. Travma yaşamadı. Digərsi içəri girən kimi eyni hadisə ilə üzləşir və çıxandan sonra deyir ki, elə bərk qışqırdı ki, hətta mən də qorxdum. Ay, mən də qorxdum hətta. O oradan çıxandan sonra qürur hissi ilə çıxır oradan ki, hətta mən də qorxdum axı. Təfəkkürü imkan verir ki, eyni situasiyaya fərqli yanaşsın. Digərsi isə oradan çıxanda üçüncü ən bədbəxt travma yaşayan insan o eyni hadisə ilə üzləşir. Sadəcə kimsə səsini ucaldır, çıx buradan, tez ol qapını bağla, tərbiyəsiz. O insan qapıdan çıxandan sonra deyir ki, ayda, nətər qorxdum ki, ağappaq olmuşdum. Deyəsən, hamı gördü mən necə qorxağam. Qorxaq olduğumu artıq hamı bilir. Deməli, mən indən sonra nə demək istəsəm də, heç kəs mənə inanmayacaq. Mən qorxaq olduğumu artıq
hamı bildi. Doktor, Deməli bu adam o fikirlə yaşayır. Onun üçün travma olur. Çünki özü ilə bu fikri daşıyır. Baxın, indi siz dediniz, misal gətirdiniz, kimsə üstünə qışqırır. İndi əgər onu kimisə heç günahı olmadığı halda o özünü günahkar hiss eləyir. Nə üçün biz özümüzü günahkar olmadığımız halda amma özümüzü günahkar hiss edirik? Bizim tərbiyə prosesimizdən asılıdır. Bayaq evlənmələrin səbəbini demişdik. Ailələrdə duyğulara, hisslərə, insanın xoşbəxt olmasına az dəyər verilirdi. Hətta uşaqların tərbiyə prosesində də daha çox valideynlər fizioloji tələbatlarını ödəmək. Yəni ki, insan yeməyi, içməyi, yatmağı yeri varsa, şükür, nədən narazısan deyəndə bu tək həyat yoldaşına yox, hətta uşaqların tərbiyəsində də uşaqlara da şamil edilirdi. Və ona görə o dövrdə, bizdən belə deyək, 20 il öncəki nəsildə bu sağlam həyat yaşamaq tərzi idi. Hətta tez-tez eşitdiyiniz fikirlərdən biri bizi döyə-döyə tərbiyə eləyiblər, nəyimiz çatmır ki, nəyimiz xarabdır, hər şeyimiz də yaxşıdır. Elə deyil, təbii ki, şəxsiyyət kimi formalaşmaq üçün ciddi xəsarətlər də onlara. Aqressiya heç vaxt izsiz qalmır, yəni iz qoyur həmişə insanın təfəkküründə. Doktor, bir insan eyni anda, eyni dərəcədə iki nəfəri sevə bilər? Bioloji cəhətdən və fizioloji cəhətdən təbii ki, sevə bilər. Sevgi, duyğu nəzərdə tutulursa, eyni zamanda daha çox insana qarşı sevgi duyğusu yaşamaq imkanı var. Amma sevgini siz yalnız mənəvi dəyər kimi düşünürsünüzsə, axı sevgi tək duyğu deyil, eyni zamanda cinsi etiraz da deyil, eyni zamanda mənəvi dəyərdir. Sanki sadiqliyə and içməklə bərabərdir. Onda elə çıxır ki, mənəvi dəyər baxımından yalnız bir insanı sevə bilər. Çünki ikinci insanı sevirsə, mənəvi dəyər baxımından xəyanət etmiş olur birincisinə. Hansı insanlarda ki, mənəvi dəyərlər formalaşıbdır, yəni şəxsiyyət kimi yetişibdir. Bu insan artıq formalaşmış bir şəxsdir. O bir dəfə söz verir, o sözünə də sadiq çıxır. Sözü üstə dura bilir. Yəni, bu xüsusiyyətlər olmalıdır insanda. Əgər insan söz verib sözü üstə dura bilmirsə, o bir insanı sevməklə bağlı mənəvi dəyərlər baxımından da və ona sadiq qalmağı da bacarmayacaq. Əgər insanla tanış olursunuzsa, onunla qısa bir danışıqlar apara bilərsiniz. Misal üçün, hansısa bir kinoteatra getməlisiniz, parka getməlisiniz, hansısa xırda bir işlə bağlı onunla xahiş eləməlisiniz və çalışın onu yoxlayın ki, sözü üstə durur yoxsa yox. Əgər sözün üstə durmağa bacarağı yoxdursa, deməli, şəxsiyyət kimi hələ formalaşmayıb. İş dünyasında çox ciddi bir ölçü vahididir. Əgər insan işə düzəlirsə, o iş planı təyin olunur da, saat 12-də bu işi götürür öhdəliyinə, saat misal üçün 6-ya kimi bunu təhvil verməlidir. Bu insan bu çərçivədə söz verdi, yerinə yetirdi. Söz verdi, yerinə yetirmədisə, xudafiz. İşdən uzaqlaşdırılır. Yəni, əmək münasibətlərində peşəkar kimi formalaşmağın mütləq şərtlərindən biri şəxsiyyət kimi formalaşmağıdır. Ona görə hansı insanların ki, psixoloji cəhətdən, yəni şəxsiyyət kimi mənəvi dəyərlər baxımından hələ yetişməyibdir, hələ kaldır, biz lorun da desək də, o insan iş mühitində də uğur qazana bilməz. Ailə münasibətlərində də sadiq ola bilməz. Siz deyirsiniz ki, yeni münasibət quranda, yəni siz bunlara fikir verməz. Amma yeni münasibət quranda axı bir çoxlarımız özümüz olmuruq. Çoxlu vədlər veririk. Mən beləyəm, mən beləyəm. Yəni ki, belə deyək də, öz reklamımla elə bir məşğul oluram. Sən bilirsən mən nəyi bacarıram? Yaxşı məqama vurğulayırsınız, amma bu hamıya şamil edilmir. Niyə görə? Barmaq izi qədər biz hər birimiz unikalıq, fərqliyik. Hələ barmaq izi anadan gəlmə ömrün sonuna kimi eynidir. Amma bizim şəxsiyyətimiz həyatı boyu dəyişir və inkişaf edir. O demək deyil ki, insan 80 yaşı varsa mükəmməl bir kamil şəxsiyyət olacaq. Yox, insan ola bilər ki, dəyişsin, amma həmişə pisliyə doğru getsin. Amma digərsə təbii ki, çalışır, öz üzərində çalışsın, mənəvi dəyərlərini inkişaf etdirsin, şəxsi keyfiyyətlərini artırsın, biliyini, dünya görüşünü artırsın, insanpərvərliyini artırsın və bu şəxsi keyfiyyətlər baxımından zənginləşir. Biz ona deyirik ki, insan da yaşla həmişə kamilləşmir, amma inkişaf edən insan kamilləşir. Ona görə hamı da eyni cür deyil ünsiyyətdə. Bəlkə də 17 yaşında bir gənc buna natamamlıq kompleksi deyilir. Yəni insan özündə hansısa bir çatışmayan xüsusiyyətləri hiss edir deyən, qarşı tərəfin xoşuna gəlməyəcəyini düşünürsə, onu tamamlamaq üçün, o natamamlığı tamamlamaq üçün başlayır lovğalıq etməyə. Bu çox pis xasiyyətdir və bu çox pis vərdişdir. Bu hətta mən deyərdim ki, tərbiyəsizlikdir, amma çoxluq təşkil edir. Ona görə gənc bir insan görüşə gəlibsə bir xanımla tanışdığa, misal üçün oturublar bir yerdə, bir məclisdə, bir kafedə hardasa və o başlayırsa yalnız özü barədə danışmağa, özünü tərifləməyə, mən belə ağıllıyam, mən belə qoçağam, mənim sevgilərim çox olubdur və s. Qarşıdakı duran xanım bunu siqnal almalıdır ki, bu insanın ünsiyyət qabiliyyəti yoxdur. Bu qarşı tərəfin zövqünü, qarşı tərəfin əhvalını heç düşünmür.
Deməli bu hələ tanışlıq mərhələsində belədirsə, bu ailə qurandan sonra nə olacaq? Yəni ətrafındakı insanları da bu cür insan yalnız özünü təsdiq etmək üçün istifadə edir. Ona görə ki, buna hal-hazırda ehtiyacı var. Amma bu demək deyil ki, bu xəstəlikdir. Ola bilər həminki insan 25-30 yaşında artıq fərqli təfəkkürə sahib olsun. Artıq qarşıdakı duran insanı şəxsiyyət kimi maraqlansın, necə bir insandır. Artıq qarşıda duran, misal üçün bəylə xanım misal gətirirsə, həmənki bəy düşünsün ki, xanımın yalnız zahiri görünüşü mənim üçün maraqlı deyil. Onun sadiqliyi mənim üçün daha vacibdir. Fikir versəniz, ailə qurmağa hazır olan şəxslər deyirlər ki, artıq mənəvi cəhətdən hazırdır. Deyir, xanım üçün mənə vacib olan xanımda ən vacib xüsusiyyətlər zənnimcə sadiqlikdir. Etibar yarada bilirsə və etibarı doğruldursa, bu insanla həyatı boyu bir yerdə yaşaya bilərəm. Artıq bu yetkin insan düşüncəsidir. Çünki ailə qurmağı müvəqqəti hər hansı bir formal münasibət kimi baxmır. Bir oyun kimi baxmır. Bu oyun oynamaq deyil. Ona görə də qeyri-səmimilikdən, lovğalıqdan başlamır bu ünsiyyəti. Əgər ünsiyyəti başlayır lovğalıqdan, qeyri-səmimiyyətdən, nağıldan, yalandan, bunun axırı 100% pis bitirəcək. Çünki yalan ifşa olunanda qarşı tərəf özünü aldanmış hiss edir və qisas almağa çalışır. Ünsiyyət artıq tamamilə başqa istiqamətdə gedir və bu istiqamət sevgi və sadiqliklə heç bir əlaqəsi yox. Yetkin insan çalışır ki, ünsiyyətə başlayanda insanın şəxsi keyfiyyətlərini öyrənsin. Onunla maraqlı həmsöhbət olduğunu, ortaq mövzuları varmı, ortaq maraqları varmı, mənəvi dəyərlər düz gəlirmi? Ondan sonra artıq ciddi münasibət barədə düşünür. Bir də doktor, yeni tanış olan belə deyək də gənclər indi hansısa xasiyyətdə bir-birlərinə yəni xoş olsalar da, amma hansısa tərəfdən bunlar bir-birlərini bəyənmirlər. İndi keçmişdə də deyirdilər ki, indi bizim yaşlı nəsillər baxıb yadlarına salarlar deyə. Nəyisə bəyənmirsən, eybi yox, narahat olma. Sən evlənəndən sonra sən onu dəyişəcəksən. Yəni bu zahiri görünüşü də aiddir və yaxud da xasiyyətdə də o aiddir. Amma çoxları isə bunu artıq sübut edib ki, İnsan dəyişmir. Yox, o yalandır. Ümumiyyətlə psixologiya elmi var. Elm yalan danışmır. Elm faktlar üzərində qurulubdur. Ona görə şəxsiyyətə bağlı deyil. Eksperimentlər göstərir ki, bax, davranış eksperimentləri. Mühitə düşdükcə insan o mühitin qaydalarına, kurallarına, türklər demişkən, uyğunlaşaraq o öz təfəkkürünü formalaşdırır. Yəni dəyişir. Əgər bir insan, gəlin bir sadə misal deyim, hər birisi bu eksperimenti yəqin ictimai bir eksperimenti müşahidə edibdir. Təbii bir eksperimentdir. Gənc insan, cavan oğlan 18 yaşında hərbi qulluğa çağırılır. Hərbi qulluğa getməmişdən öncə necə bir insan idi və hərbi qulluqdan sonra necə bir insan kimi qayıtdı? Psixologiyası dəyişilirmi? Dəyişilirmi? Davranışı dəyişilirmi? Dəyişilir. Bir çoxsu... Amma kimdəsə müsbət dəyişilir, kimdə isə fərqli, başqadır. Hərbi qulluğa getdiyi mərhələdəki onun mənəvi dəyərləri, ünsiyyət qabiliyyəti nədən ibarət idisə, hərbi qulluq şəraitində də artıq biraz belə deyək, sərt şəraitdə, nizamlama şəraitində, qarşıdurma şəraitində ya insan baskı altında qalır, travma yaşayır, qayıdandan sonra olur aqressiv, özünü tanıya bilməyən, hamı ilə kobud danışan biri və hətta biz bunu şərti olaraq deyirik, reabilitasiya mərhələsi deyirik. 6 ay reabilitasiya mərhələsi var. İnsan əskəriyyətdən qayıdıb da evdə hamı ilə qışqırışır, hamının təmizliyi yoxlayır, valideynlərinə, bacısına, yoldaşına, kimdir, ailədə kim varsa, hamı deyir ki, dözülməz hərəkətlər edir. Hamıya təhdid edir, aqressiv davranır. Bu 6 aydan sonra yavaş-yavaş yenə də uyğunlaşır olduğu mühitə və nəsə qalır. Yəni hər zaman nəsə qalır. O təcrübə tam izsiz gedə bilməz. Amma bəziləri isə əksinə hərbi qulluqdan sonra, qayıdandan sonra biraz təmkinli olurlar. Daha çox yaxın insanlara əzizləyirlər. Çünki nostalji hissi yaşayıblar. Misal üçün belə bir eksperimentlə keçirəndə hərdən bəzən biz də tövsiyə veririk, hərdən konsultasiya olmadan da tanışlar arasında. Cavan oğlan idi, 16 yaşında anasına həddindən artıq kobud danışırdı və adı ilə çağırırdı. Hətta az tez ol, gətir, belə kobud rəftar edirdi. Atası da ona tənbih etməyinə baxmayaraq, hədə qorxu gəlməyinə baxmayaraq deyir ki, heç bir şey təsir etmir. Uşaq çox tərbiyəsiz böyür, halbuki uşaqlıqda yaxşı uşaq idi. Bu niyə belə dəyişildi? Çünki həm yaşıdlarla durduğu insanlarla özünü bəsəbəs gətirir, özünü kişi kimi təsdiq etmək istəyir, 16 yaşı var və elə düşünür ki, bu formada düzgündür özünü aparmaq. Onu o yoldan çəkmək çox çətin idi. Hərbi qulluğa gələn vaxtda anası dedi ki, biz neyiniyək? Heç nə qoy keçsin qulluğunu çəksin və qaydanda dəyişiləcək. Deməli, həlliklə bu birinci karantin müddətində
sərt idi. Niyə gəlmisiniz? Gəlməyin, mənə heç kəs lazım deyil, mən tək bacarıram. Amma bir müddət keçəndən sonra anası gələndə qucaqlayır, deyir ki, sən nə yaxşı insansan. Sən nə yaxşı anasan. Nətər dözmüsən mənim bütün hərəkətlərimə. Hər bir qulluqdan qayıdandan sonra anasının da, atasının da qulluğundaydı. Və hətta anasının ayağı da ağrıyanda ayaqlarını masaj edirdi, yağ gətirirdi, duzlu, isti suya salırdı. Özü qulluq eləyirdi. Anası deyirdi, "Abla lazım deyil, yaxşı deyil, yaxşı." Camaat gəlir, deyir ki, "Camaata nə aidiyyəti var? Sən mənim anamsan." Və bu qayğı göstərmək bacarığı yetkin yaşına kimi qaldı. Niyə? İnsanın nəyi dəyişildi? İnsanın dünyagörüşü dəyişildi. Baxış bucağı dəyişildi. Yaxud başqa bir misal, gənc bir insan idi, atasına həmişə mübahisə aparırdı ki, sən cəsarətli olmamısan, sən krutoy olmamısan, belə riskli olmadığına görə həyatda az qazanmısan, çox şey qazansaydın mən də sərvət sahibi olardım. Yəni təbii ki, özünün natamamlığından irəli gəlirdi, ehtiyaclarını ödəyə bilmir, atasından sadəcə gözləyirdi və təqribən 30 yaşlar arasında ailə qurmağa qərar verir, sevdiyi xanımla ailə qurur, yəni də atasından münasibəti gərgin idi. Amma öz övladı olandan sonra, öz oğluna artıq baxanda, oğlu ona nəsə eləyəndə deyir ki, "Balam, ev yox, narahat olma." Bir onda başa düşdü ki, niyə görə oğlu, balaca uşaq ona torpaq atanda üstünə, nəsə əşya atanda üstünə, niyə görə ona qarşı aqressiya yaşamır? Onun hər bir hərəkətini qəbul edir. Təfəkküründə dərk etmə dəyişildi. Və ondan sonra deməli atam mənə qorxduğuna görə dözmürdü. Mənim bu sözlərimə dözməyinin səbəbi deməli məni sevdiyində idi. Axı mən öz övladımı sevirəm deyə dözürəm. Onun hərəkətlərini böyük bir dəyişiklik yaşandı. Yəni transformasiya oldu insan. Gedib atasına deyir ki, sən istədiyin vaxt mənə döyə bilərdin. Mən uşaq idim. Niyə döymürdün? Əlim gəlmirdi. Əlim ağrıyardı sənə əl qaldırsaydım. Valla mən sən canımsan, ciyərimsən, balamsan deyəndə deyir. Heç vaxt bu sözlərə eşidəndə inanmırdım. İlk dəfədir ki, mən başa düşürəm ki, sən həmişə səmimi olmusan, mən isə həmişə narazı olmuşam. Niyə sən məni tənbih eləmirdin? Mən böyük bir səhv eləmişəm. Atasına qucaqlaşır, ondan sonra atasına mehribandır. Bu günə qədər atasını çox əzizləyir, qayğı göstərir və böyük hörmət bəsləyir. Niyə dəyişilmir? Bir sual yaranır. Niyə dəyişilmir? Dəyişiklik deyilmi? Ömrünün sonuna qədər o tərs insanlar deyirlər ki, dəyişmir. Dəyişməyən xüsusiyyətlər var. İnsanın misal üçün analitik qabiliyyəti anadan gəlmə bir damla kimi vurulubdur. Məhdudiyyəti var da. Misal üçün orta məktəb bitirəndə riyaziyyatı vurma cədvəlini başa düşmürsə insan, qavraya bilmirsə, böyük ehtimalla 50 yaşında o riyaziyyatı qavraya bilməyəcək. Bu analitik bacarığıdır. Bu inkişaf eləməyən xüsusiyyətlərdir. Baxmayaraq ki, dünyada IQ, yəni intellekti artırmaq üçün müxtəlif preparatlar belə var. Nootrop preparatlar, böyük bir qrup preparatlardır, amma onlar zəkanı artırmır. Bunlar hamısı cəfəngiyatdır və böyük bir dələduzluqdur qlobal şəkildə. Çünki intellektin artdığını heç bir müşahidə ediləcək eksperiment yoxdur. Baxmayaraq ki, ayrı-ayrı insanlar dolayısı misallarla nəyisə sübut etməyə çalışırlar. Yox, elə deyil. İntellektual biliklər arta bilər. İntellektual bacarıqlar arta bilər. İnsan ola bilər ki, yeni dil öyrənsin, yeni bacarıqlar öyrənsin. Bacarıqlardan söhbət getmir. Analitik deməli xüsusiyyəti, beynin analitik xüsusiyyəti, IQ, qeyri-verbal IQ deyirlər. Bu ölçü qabiliyyəti həyatı boyu dəyişilmir. Ona görə əgər uşaq əqli gerilik deyirlər də psixiatriyada, bu əqli gerilik varsa, bu uşaq birdən-birə hansısa bir müalicədən sonra dahi olmaq ehtimalı demək olar ki, yoxdur. Ona görə bu cür vədləri verən insanlar da cəmiyyətdə varmı? Var. Tibb sahəsində də var, qeyri-tibb sahəsində də var, fırıldaqçılar arasında da çoxdur və onlar bu valideynlərin inamını, arzularını sui-istifadə edərək onun aldadırlar və pul alırlar qarşılığında, amma bu xidməti vermək imkanı yoxdur. Tibb dəqiq elmdir, psixologiya dəqiq elmdir. Fakt yoxdur, argumentlər yoxdur. Ölçü vahidləri onu doğrultmur. Digər tərəfdən var şəxsiyyət tipi. Şəxsiyyət tipi və temperament. Bu da insanın anadan gəlmə psixofizioloji xüsusiyyətlərdən biridir. Misal üçün biz yuxuya getməyimiz və yuxudan ayılmağımız sürəti. Bu temperamenti təyin etmək üçün yaxşı xüsusiyyətlərdir. Adam var ki, harda oturur, orada da yatır və tez də yuxudan ayılır, gümrah olur. Bax, onlar sanqviniklərdir. Yəni yuxuya getmək sürəti və yuxudan ayılmaq sürəti asandırmı, çətindirmi? Bu xüsusiyyət iki xüsusiyyət olduğuna görə riyazi cəhətdən hesablaya bilərsiniz. 4 ayrı-ayrı parametrlər yaranır orta hesabla. Tez yuxuya gedən, eyni zamanda tez yuxudan ayılan və gec yuxuya gedən, gec də yuxudan ayılan, gec yuxuya gedən, tez yuxudan ayılan, tez yuxuya gedən
gec yuxudan ayılan. Yəni belə 4 xarakterə bölünür. Ona görə də 4 əsas temperament növləri var. Bu da beynin ayılma və sönmə sürəti ilə bağlıdır. Ona görə də biz insanların davranışında biraz daha dinamikası, yəni dinamikası hərəkətin sürətində görə bilirik. Hər hansı bir hərəkətin sürətində. Bəzi insana sual verirsiniz, eksprompt başlayır çıxış eləməyə. Digərsə sual verirsiniz, yarım saat oturub fikirləşirik, nə danışım. Bax bu xüsusiyyət dəyişilməz bir xüsusiyyətdir. Temperament anadan gəlmə olan xüsusiyyətdir və dəyişilməz xüsusiyyətdir. Şəxsiyyət tipi bu da dəyişilməz xüsusiyyətlərdən biridir. O korreksiya oluna bilər. İnsan var ki, ünsiyyəti sevir, insan var ünsiyyəti sevmir. Bəli. Bu dəyişilməyən xüsusiyyətdir. Amma siz dediyiniz xarakter, xasiyyət, bu daha çox öyrədilmiş xüsusiyyətlərdir. Nitqi, danışığı, davranış mədəniyyəti, mənəvi dəyərləri bu anadan gələndən sonra cəmiyyət tərəfindən öyrədilən bacarıqlardır. Bu intellektual bacarıqlar cəmiyyətin təsiri nəticəsində formalaşır. Ona görə də daimi dəyişilir. Doktor, mən istəyərdim ki, qadın-kişi münasibətinə də biz toxunaq. Yəni adətən deyirlər ki, güclü qadınlar zəif kişiləri seçirlər. Bu doğrudur? Yəni reallıqda kim nəyə görə seçir qadını, kişini, o qədər çox səbəblər var ki, belə sadələşdirmək məncə səhvdir. Amma cəlb edirmi? Bəli, cəlb edir. Buna nevrotik əlaqə deyirlər, ya da asılı münasibət. Təşvişli asılı münasibət, misal üçün siz bayaq deyəndə ki, bir oğlan, cavan oğlanlar çox vaxt tanış olanda, ya da xanımlar da lovğalıqdan başlayırsa, onlar həqiqətən də çalışır olduğundan daha çox özünü göstərsin, özünü tərif etsin, böyütsün, şişirtsin. Həqiqətən mövcud olan xüsusiyyətlərdən insan danışırsa, o tərifdir. Misal üçün onu deyir ki, mən dünya çempionuyam güləş üzrə və Azərbaycanı 3 dəfə dünya çempionatını təmsil etmişəm, 2 dəfə də qızıl medal almışam. Həqiqətən bunun alətləri varsa, bu təriflərdir, fəxridir və güləşə meyil olan, güləşini sevən insan onunla fəxr eləyəcək ki, belə bir insanla tanış olubdur. Amma insan deyirsə ki, mən heç kəsdən qorxmuram, hamıdan qoçaq mənəm, bu lovğalıqdır. Bəli, yaxud mən Amerika prezidentinin məsləhətçisiyəm desəm. Doktor, bunu axı hər yaşda anlamırsan. Müəyyən yaşdan sonra sən deyirsən ki, bax, misal üçün mənim ağlım, indi o vaxtki ağlım yox, indiki ağlım o vaxt olsaydı, mən belə edərdim. Bunu müəyyən yaşdan sonra insanlar əksəriyyəti keçmişdə etdiyi addımların xəta olduğunu düşünəndə bu düşüncə varlar ki, zamanda hərəkət etmək olsaydı keçmişə qayıdardım, belə eləyərdim. Amma elə mümkün deyil. Ona görə keçmişdən heyfslənməkdənsə ünsiyyəti təkmilləşdirmək lazımdır. Niyə görə biz orta məktəbdə belə, yeniyetmə dövründə belə psixologiya üzrə, ünsiyyət üzrə tədrisi salmırıq? Azdır, həddindən çox azdır. Məncə yeniyetmələr üçün birinci növbədə kommunikasiya, ünsiyyət, davranış qaydaları barədə təlimlər daha çox lazımdır. Və hal-hazırda, misal üçün, valideynlər üçün psixologiya kursları çox vacibdir, adi valideynlər üçün. Çünki evdə uşağın bu bacarıqlarını tərbiyə edən, tədris edən valideyndir. Orta məktəb bunu vermir. Orta məktəb proqramı tamamilə başqa bir şeydir. Çox yüklənmiş proqramdır. Heç bilmirəm niyə görə belə qəlizləşibdir, amma faydasını da görmür heç bir valideyn. Ona baxmayaraq ki, saatları çoxalır, amma faydalı şəmsalı təhsil sisteminin ümumiyyətlə aşağı düşür. Səbəbləri çoxdur, yəqin ki, daha yaxşı bilənlər var. Amma orada psixoloji faktorların inkişafına çox az diqqət yetirilir. Deməli, bunu valideyn etməlidir. Yəni, öhdəlik kimin üzərindədir? Valideyn. Ona görə valideyn də bunu bacarmaq üçün gərək özü də bacarsın. Çünki bizim valideynlərimiz ailə quranda prinsipləri başqa idi deyən insanların şəxsi keyfiyyətlərinə, xoşbəxt olmağına, duyğularına qarşı biganəlik əsas idi. Ailədə biganə yanaşırlar. Çünki yeməyin, içməyin varsa hisslərin heç kəsə maraqlı deyil. Otur yerində, səsi çıxartma. Döz. İndi elə deyil axı. Ailə qurmaq prinsipi başqadır. Ünsiyyət qurmaq prinsipi başqadır. Kimlə ünsiyyət qurub, kimlə dostluq etməyi biz özümüz sərbəst seçirik. Cəmiyyət daha böyükdür, seçim imkanları çoxalıbdır. İş seçimi daha çoxdur. Ailə qurmaq üçün seçim daha çoxdur. Yəni bunlar hamısı əsaslardır ki, biz artıq hisslərə, insan duyğularına, daha çox xoşbəxt olmağa, daha çox üstünlük veririk. Xoşbəxt olmaq istəyən insan da başlayır artıq araşdırmağa. Niyə mən xoşbəxt ola bilmirəm? İndi ailə qurandan sonra kimlər ki, ibtidai valideynlər tərəfindən bu xüsusiyyəti öyrəniblər, bir aşağısı 15 il valideyn ona nəzarət edibsə, 15 ildə az deyil. Bir insan ki, vurma cədvəlini 15 il öyrənir, yəqin ki, vurma cədvəlini mükəmməl biləcək. Kim ki, hər hansı bir hadisə baş verəndə günahkarı axtarmaqla yox, nə kənarda, nə özündə problemi həll etməklə məşğuldursa,
Bu insanlar ailə münasibətində mükəmməl şəxs olurlar. Çünki onlar üçün problem deyilən bir şey yoxdur. Nə baş verir, narahat olmayın, həll eləyərik. Təsəvvür nə gözəl insandır. Nə gözəl. Ailədə 2 nəfər problem həll edən varsa, həm həyat yoldaşı, qadın da kişi də əgər problemi həll etməyə meyllidirsə, onların arasında münasibət problemi də yaranmır. Bəli. Çünki onların bir dənə mübahisəsi qalır. İcazə ver mən bunu həll edeyim. Yox, mən eləyərəm. Təsəvvürün ki, oturublar hansısa bir filmə baxmaq istəyirlər. Xanım deyir ki, gedim sənə çay gətirir. Əzizim, bu dəfə mən gətirim. Həmişə sən qulluq edirsən. Yox, mən gətirim. İkisi də qaça-qaça gedir. Yarışmaları bunun üzərindədir ki, kim kimə qulluq eləyəcək. Gözəl, super. Onların arasında heç bir zaman mübahisə böyüyəsi deyil. O mübahisə yüngülvari mübahisədir. Kim kimə daha çox qulluq eləyəcək. Kimdəsə əgər ibtidai olaraq başqasını günahlandırmaq varsa, nə baş verdisə, misal üçün də siz də tez-tez görmüsünüz. Bəli. Bu xəstəliyin əlamətləridir. Siz onu xəstə saymırsınız. Hansı xəstəlikdir o? O xəstəlikdir, yaxşı saldı. O xəstəlik əslində qalsa xəstəlik kimi deməyimə baxmayın. Bu natamamlıq kompleksinin əlamətidir. Bu komplekslər psixoloji natamamlıqdır. Amma insanlar bunu klassik bir xəstəlik kimi görmürlər deyən. Ona görə o problemi də aradan qaldırmaq üçün müraciət edənlər çox azdır. Amma bu problem sanki bir minalı bir sahədir. Nə vaxtsa partlayacaq. Bu xüsusiyyət natamamlıq kompleksinin günahkarı başqasında axtarmaqdır. Yəni təsəvvür edin ki, xanım çay süzür, birdən-birə diqqətsizliyinə görə başa qarışdı, seriala baxdığı yerdə töküldü, dağıldı. Başlayır qışqırmağa uşağın üstünə. Bəli. Bəsdir, ortaqda səs-küy salırsınız. Sizə görə mən çayı dağıtdım. Eşitdiniz bunu bir dəfə? Avtomatik qeyd edirsiniz ki, bu adam özünlə idarə etdiyi işə görə başqasını günahlandırır. Nə yaxşı ki, bir təhər kimə səhərə gedibdi, yoxsa evdə qalardı bu xüsusiyyətlə. Bu adam iş mühitində yaşaya bilməz. Ciddi bir müəssisədə, ciddi bir vəzifədə işləyə bilməz. Çünki müəssisədə eyni hərəkəti 3 dəfə, 4 dəfə eləsə, onun nə deməyi heç kəsə maraqlı deyil. Orada vəzifə öhdəlikləri var. Bu sizin vəzifə öhdəliyinizə aiddir. Siz bunu yerinə yetirməmisiniz, icra etməmisiniz. Cavabdeh də sizsiniz. Bilirsiniz ki, başqa ölkələrdə müəyyən yaşa qədər uşaqlara demək olar ki, xasiyyətləri, bu inkişaf edənə qədər bütün kaprizlərinə dözürlər. Məsəl üçün kimsə nəyisə dağıtdı, sındırdı, nəyisə etdisə, sözə qulaq asmayan, tərbiyəsi ilə bağlı, yəni xoşa gəlməz bir hal yaşanırsa, valideynlər buna dözürlər və heç bir cavab vermirlər. Amma deyirlər ki, bu müəyyən bir yaşa qədər olmalıdır. Bizdə isə əksinə, yəni bir çox ailələrdə biz fikir veririk ki, artıq uşaq hələ danışmağa yenidən başlayırsa, heç danışmada, hələ danışa da bilmir, amma ona artıq aqressiya göstərilir. Bunu olmaz, ora getmə, buna yəni şiddət göstərilir. Bu nə dərəcədə doğrudur və gələcəkdə həmin o uşaq nə ilə qarşılaşır? Belə sadə desəm, 7-8 yaşında uşağın mənəvi dəyərləri başlayır formalaşmağa. 7-8 yaşına qədər uşaq yaxşı nədir, pis nədir başa düşmür. Uşaq yalnız bir şey başa düşür. Anam qəzəblidir, atam qəzəblidir, məni cəza gözləyir. Hətta 8 yaşında bir uşağa birdən desəniz ki, bax bu səhv eləmirsən, atan demişdi, ax bunu eləmə, sən də bunu eləmirsən. Uşaq elə bir ciddi həyəcan yaşaya bilər ki, o həyəcanın içində deyə bilər ki, atam bilsə məni öldürəcək. Bu sözlər elə-belə sözlər deyil. Uşaq həminki anda həqiqətən inanır ki, atası onu elə-belə cəzalandırmayacaq, öldürəcək. Ona görə təsəvvür edin ki, siz kimsə hədələsək yetkin bir insanı ki, harda tutdum səni öldürəcəm, necə həyəcan yaşamalısınız? Yəni real ölüm qorxusudur, ölümlə hədələməkdir, bu cinayətdir. Amma bu uşağa deyiləndə bu sözlər öldürərəm səni, bax, boğaram səni. Bunlar valideynlər onu dərk eləmirlər ki, uşaq onu ciddi qəbul edir. Ana deyəndə ki, Şaxta baba gəlib sənə hədiyyə yetirəcək, ona inandığı qədər öldürəcəm səni deyəndə də ona da inanır. Ona görə uşaq özündən asılı olmayaraq mənəvi dəyərlər hələ formalaşmayıbdı, amma qorxusu var. Ona görə 7 yaşına qədər uşağa nəinki fiziki şiddət, psixoloji şiddət mənasızdır. Yəni siz ona fayda vermirsiniz bununla, sadə deyim. Ona zərər vura bilərsiniz, amma xeyir verə bilməzsiniz. Uşağa ona görə 7-8 yaşına qədər nəzarət lazımdır. Hə, müəyyən şeyləri öyrətmək lazımdır. Misal üçün, disiplinə öyrətmək lazımdır. Disiplin öyrətmək, o öyrətmək sözündə kökündə öyrətmək var ha. Özün göstərirsən, o da təkrarlayır. Normal şəkildə, aqressiv yox. Və qadağa etmək yox sözünün dərk edilməsini formalaşdırmaq lazımdır. 3 yaşından sonra uşaq artıq yox sözünün mənasını başa düşməlidir. Valideyn olmaz dedisə, olmaz deməli olmaz. Olmaz və salam. Niyə olmaz? Olmaz ona görə ki, anan icazə vermir. Niyəsini mən indi sənə izah eləyə bilərəm. Sənə maraqlıdırsa. Amma birinci növbədə ana deyirsə ki, olmaz,
deməli bunu qəbul etməlisən. Çünki sənə görə cavabdeh anadır. Bax, oturub izah etmək. Yaponiyada ona görə 7 yaşına qədər uşaqlara ümumiyyətlə tənbih etməyə, onları incitməyə, mənəvi cəhətdən, fiziki şiddətdən ümumiyyətlə heç kəs danışmır, icazə verilmir. Bizdə ən çox yayılan stereotiplər ondan ibarətdir ki, uşaq valideyndən qorxmasa, gələcəkdə pis yola gedə bilər. Reallıqda bizdə gəzən bu təfəkkür, bu bayağı təfəkkürdür. Bu Azərbaycan mədəniyyətindən qaynaqlanmır, amma Yaponlardakı qaynaqlanan prinsiplər Yapon mədəniyyəti biləsiz, yəni azadlıq günü qeyd edilməyən bir ölkədir. Onlar hardasa 5000 ilə yaxın onların mədəniyyəti var. Bizdə cəmiyyət hələ çox gəncdir. Demək olar ki, bir milli təfəkkür kimi hələ də tamam formalaşmayıbdır. Ona görə oradan-buradan hər bir millətdən biraz götürmüşük, biraz dindən, biraz keçmişdən, biraz gələcəkdən, biraz Avropadan, biraz şərqdən. Ona görə hələ də mənəvi dəyərlərdə bir-birinə uyğun olmayan tərəflər çoxdur. Eyni zamanda mənəvi dəyərlər qalıq bir tərəfdə. Cəmiyyətdə gəzən stereotiplər, hansılar ki biz mentalitet adlandırırıq, stereotip davranışlar çoxdur. Hansılar ki ümumiyyətlə heç bir məntiqə sığmır. Lakin bunlar çoxluq təşkil edir. Yaponlar ona görə uşaq 5 yaşına gəlib çatanda uşağın çantasını əyninə geyindirirlər və ona deyirlər ki, sağlam qidalanmaq lazımdır, məktəbə göndərirlər. O örnəkdir. Uşağın gəl dişvi fırçala, yoxsa səni döyərəm demirlər. Deyirlər ki, səhər dişlərimizi fırçalayırıq, dişlərimizi fırçalayandan sonra hamımız gedirik səhər yeməyi yeməyə. Və valideyn özü oturub dişini fırçalayırdı, yəni uşaq da yanında oturub ondan bir yerdə fırçalayır. Baxın, nətər təmizdir, ha gözəl, sən də təmizləmisən, gedək oturaq. Amma bizdə valideyn deyir ki, get dişləri fırçala, özü yatır 12 kimi. Uşaq fırçalamayacaq. Bir dəfə, 2 dəfə sonra deyəcək ki, vacib bir şey deyil, olsaydı atam da eləyərdi. Niyə bizi məcbur eləyir? Və istər-istəməz bu örnək öyrədilməkdən başlayır. Misal üçün, cavan bir oğlan deyir ki, uşağım istəyirəm ki, 5 yaşından şahmat oynasın. Deyirəm, sən şahmat oynaya bilirsən? Deyir, yox. Amma eşitmişəm ki, çox faydalıdır, uşağın zəkasını inkişaf etdirir. Deyirəm, öz zəkanı birinci inkişaf etdirmək üçün heç olmasa güc tətbiq elə, otur yoldaşınla bir şahmat oyna. Deyir, yoldaşım öyrənən deyil. İstəyirsənsə uşaq öyrənsin, ən yaxşısı öyrədilməsi örnəkdir. Valideynlərin örnəyi. Siz oturun bütün günü seriallara baxmağa nəzərdən şahmat oynayın. Uşaqlar gəlib oturacaq başı üstünüzə, onlar da başlayacaq şahmat oynamağa. Bu örnək tədris olunur. Deməli 7-8 yaşında uşağın artıq şəxsi mənəvi dəyərləri formalaşır. O nə deməkdir? Uşaq artıq deyəndə ki, bu pisdir, bu yaxşıdır. Bu mənəvi dəyərlərin əsas bölsək, sütunu bundan ibarətdir. Yaxşı və pis anlayışları formalaşır. Uşaqda artıq yaxşı və pis anlayışları formalaşandan sonra, yəni 7-8 hətta deyərdim yaşından sonra artıq yetkin şəxsiyyətdir. İndi düzdür, bioloji və psixoloji cəhətdən tam yetkin deyil, amma yetkin şəxsiyyətə məxsus olan xüsusiyyətlər var. O əgər düşünürsə ki, misal üçün hansısa küfr etmək, yəni pis əxlaqsız sözlər istifadə etmək pisdirsə, o özü o sözü deməyəcək. Çünki özü pis hesab eləyir. Sizin deməyinizdən asılı olmayaraq. Çünki artıq onun yetkin şəxsiyyət kimi özünün qiymətləndirmə mexanizmi var. Pis nədir, yaxşı nədir? Və o pis yaxşını valideyn yazır. Yeri gəlmişkən hal-hazırda psixoloqların, psixoterapevtlər, dırnaqarası, yəni onların sayı həddindən artıq çoxdur. Yəni bu cəmiyyətimizdə psixoloji problemləri olan insanların sayı artdığı üçün bu qədər çoxalıblar psixoloqlar, yoxsa bu sahədə gəlir mənbəyi yaxşıdır deyənə, ona görə bunlar hamı psixoloq olmaq istəyir. Hər ikisi var. Deməli birinci növbədə psixoloqlar çoxdur, yetərincə. Yəni bizim tədris ocaqları psixoloqları yetişdirir. İki məsələyə yanaşmaq olar. Psixoloqlar və psixoloq adı ilə ya da psixoloq kimi ətrafda fəaliyyət göstərən şəxslər və bir də ki, psixoloji xidmətin keyfiyyəti. Baxın, paradoks odur ki, cəmiyyətdə psixoloji problemlər çoxalmağı deməzdim, sadəcə dərk edilməsi dəyişilibdir. Çünki insanlar artıq öz duyğularına, hisslərinə xoşbəxt yaşamaq istəyirlər deyən, ailə saadəti yaşamaq istəyirlər, sevgi yaşamaq istəyirlər. Onlar istəmirlər ki, ac qalmadınsa, sevinsinlər, şükürlü olsunlar. Yox, nə qədər desəniz ki, şükürlü ol, xoşbəxt olmasan da, baskı altında olsan da döz. İnsan dözmək istəmir axı. Şəxsiyyətdir. Bu artıq şəxsiyyətinə əhəmiyyət verilir insanın. Bugünkü cəmiyyət vətəndaşların, insanların şəxsiyyətinə daha çox hörməti bəsləyir. Bax, hardakı təhsil səviyyəsi və xidmət keyfiyyəti aşağıdır, sahəsindən asılı olmayaraq. Orada alternativ sahələr inkişaf edir. Alternativ yəni dələduz. Bəli. Heç bir xidmət verməyən, amma yalnız onlara başqa cür ümid satıcıları deyirlər. Doktor, psixiatr, psixoterapevt yazır, xanımdır, mən maraqlanıram, axı psixiatr deməli tibb təhsili var, psixoterapevt deməli psixiatriyadan sonra təhsil alıbdır,
Bu tibb peşələridir. Mən də maraqlanıram ki, mənim sahəm üzrə mütəxəssislik görüm kimdir, nə vaxt bitirib, haranı bitirib. Təbii ki, mən dərhal onun təhsil olub-olmadığını, ən aşağısı təhsili olub-olmadığını bilirəm. Hələ peşəkar bacarıqlarına söhbət getmir. Hələ oraya gəlib çatmamışıq. Məlum olur ki, yazın yanında yazıb ki, həkim, psixiatr, doktor, filan kəs var, həkim, psixiatr, psixoterapevt, coach, şuuraltı terapevt. Bu bir nəyə bənzəyir? Hansısa bir ürək həkimi yazsın ki, filan klinikanın baş həkimi, ürək cərrahiyyəsi üzrə uzman və sanitar və klinikanın qabağında semişka satan. Yəni bu acizliyin dərəcəsidir ki, insan başa düşmür ki, bunlar bir-birinə uyğun olmayan bir biliklərdir. Niyə görə? Coach ixtisaslaşmamış bir mütəxəssisdir, amma məsləhətçilik xidmətlərini vermək hüququ var. Məsləhətçilik xidmətləri müəyyən məsləhətçilik xidmətləridir. Onlar da psixologiyanı öyrənir, amma psixologiya üzrə ixtisaslaşmamış mütəxəssislərdir. Ona görə coach deyəndə o deməkdir ki, kömək eləyir insana onu narahat edən məsələlərin kökündə duran səbəbi tapmağa. Yəni psixologiya çox yaxındır. Ona görə də psixologiyadan təhsil alırlar. Məsəl üçün ən məşhur coaching şirkətləri Alfred Adlerin, yəni məşhur psixologiya üzrə məşhur mütəxəssislərin və Erikson məktəbi var. Onlar psixologiya məktəbindən qaynaqlanıblar. Sadəcə daha geniş fəaliyyət göstərirlər və kliniki durumlarla işləmirlər, ağır problemlərlə işləmirlər. Və biri var şuuraltı terapevt deyiləndə, kvant psixoloqu deyəndə bu dələduzlardır. Bu ümumiyyətlə nə psixologiya, nə kvanta, nə şuuraltıya aidiyyəti olmayan bu sanki falçılıqla bərabər bir fəaliyyətdir. Təəssüf ki, cəmiyyətimizdə o qədər absurd bir inanclar var ki, elm kimi qəbul olunur, mütəxəssis kimi qəbul olunur. Və eləcə də siz görəcəksiniz şuuraltı terapevt, kvant psixoloqu kimi adları. Onlar rus dilində belə bir söz var, periabolis. Yəni cildini dəyişiblər. Cildin dəyişsə də, amma bu xidmət verən mütəxəssislər deyil. Hər hansı bir sahənin kökündə duran. Əgər banisi deyirsə ki, mən xərçəngi sağaltdım və siz də gəlin mənim dalımca xərçəngi sağaldacaqsınız, bu dələduzluğun əlamətidir. Deməli doktor, xahiş eləyirəm ki, bizi izləyənlərə 5 önəmli məsləhət. Əgər siz psixoloqa müraciət etməyə ehtiyac duyursunuz, yəni münasibət probleminiz varsa, psixoloqa müraciət etməlisiniz. Psixoloqun təhsillə mütləq şəkildə maraqlanmalısınız. Bu bir. İkinci, əgər sizin problemləriniz sağlamlığınızla bağlıdırsa, mütləq şəkildə tibbi müayinə keçmək lazımdır. Ürəyiniz sancırsa ürək həkiminə, mədə-bağırsaq problemi varsa mədə-bağırsaq həkimə və artıq o həkimlərin öhdəliyində olan müayinədən sonra görürsə ki, sizdə tibbi problem yoxdur, onda sizi ya psixoloqa, ya psixiatra yönləndirəcək. Sonra əgər ailədə münaqişə yaşayırsınızsa, münaqişəni qonşuların məsləhəti ilə heç vaxt həll etməyə çalışmayın. Çalışın bu mövzu hansı sahəyə aid olduğunu birinci dəqiqləşdirin. Sahələri səhv salanda təəssüf ki, problem də həll olunmur. Sonuncu, çalışın, maariflənin, özünüzü inkişaf etdirin ki, bilikli olasınız və hər hansı bir sualınız yarananda heç kimdə günah tapmayasınız. Bəli, heç kəsi günahlandırmayasınız. Təşəkkür edirəm doktor. Çox belə önəmli belə deyək də məsləhətləriniz üçün, informasiya üçün. Sözsüz ki, biz sizinlə bir daha görüşəcəyik və bizim dinləyicilərə öz qızıl məsləhətlərinizi verəcəksiniz. Təşəkkür edirəm. Amma sağollaşmadan əvvəl qeyd etmək istəyirəm ki, öz fikirlərinizi, rəylərinizi bizə sosial şəbəkələr vasitəsilə çatdıra bilərsiniz. Instagramda Rəsulova ilə söhbətə qoşulursunuz, rəylərinizi yazırsınız, abunə olursunuz və YouTube-da da Vəfa Rəsulova yazıb kanalımıza abunə olub və yenə də öz rəylərinizi və təkliflərinizi gözləyirəm. Bugünlük isə bu qədər. Sonda qeyd etmək istəyirəm ki, qonağım həkim psixiatr, psixoterapevt Kənan Rəhimov idi. Təşəkkürlər. Sağ olun, sağ olun. Uğurlar sizə də, bizə də. Çalışın psixoloji durumunuzu hər zaman qoruyasınız.